Baxın, digər peyğəmbərlərdə möcüzə olub da. Məsəl üçün İsa əleyhissalam ölü dirildirdi. Musa əleyhissalamın əsası nə bilim suyu yağdı, əjdahaya döndü, nə istəyir eləyir olub. Bu möcüzələri görüb dinə gələnlər ki var idi ya. Onlar bir dənə sehr gördülər, qeyri-adi bir əcaib bir şey gördülər, dindən çıxdılar. Amma heç eşitmisiniz ki, bizim peyğəmbərimiz nə bilim qeyri-adi də neysə. Yox, bizim peyğəmbərimizin möcüzəsi Qurandır. Kəlimə, söz, sözün möcüzəsi. Və söz hara dirənir? Təfəkkür. Və peyğəmbərimizə birinci əmr gəlib, Quran nazilində. Oxu, kitab verməyib, deyir oxu. Bunu düşünmək lazımdır ki, sualımız nə idi? Ki Allah bizə hansı işarələri göndərir ki, biz görmürük. Bütün işarələr, o oxu var idi ya, bütün işarələrə bax. Günəşin çıxmağına, günəşin batışına. Quran siz nədir? Bax da, filan şeyə bax da, görmürsən filan şeyi. Toxumu görmürsən, siz əşirsiniz, onu becərdən mənəm. Su işlədirsiniz, baxın görün suyu hardan, necə gəlir su. Bütün hər şeyə diqqət elə, hamısı əslində mesajdır. Hamısı. Amma bəzən olur ki, məxsus ümumi mesajlar var. Bax, Quranda da müraciətlər var. Ya eyyuhən-nas, ey insanlar, hamısı. Ya eyyuhəl-ləzīnə āmenū, ey iman gətirənlər. Ya ulul əlbab, ey ağıl sahibləri. Bu cür müraciətlər var.